insanlar bak kabinetlerinde otururlar. Bu saat pidif saat işleri olmayanda eləməyən insanlar var da en mötəbər insanlar böyle bu saat TikTok'ta səhifələrə baxır xanım. Başa düşürsünüz? Cəhənnəm olsun ha, uşağın aşkısı sınmış diye. Gözəl cəhənnəm olsun hele. Ben istemiyorum öyle terbiyesiz adamların adı çekilsin burada. Hiç istemiyorum ben. Cəhənnəm olsun, uşağın aşkısı Dert olsun geçsin. Cəhənnəm olsun, belə Ay, özün də daha- çıxartsınlar. Esmini xanım, hələ özün də çıxartsınlar işdən. Hələ Allaha qurbanım özün də çıxartsınlar Ben işdən. dayanın da gözleyin. Əlin çıxartırlar, Gözləyin, görək. qurban olun. Yaxşı eləyiblər. Belə qurban olun, belə başlarına dönün, belə əllərindən öpürəm, kim çıxartırsa. Əllərindən öpürəm. Yaxşı eləyiblər, ağızlarına sağlıq. Yaxşı eləyiblər. Mən əsəbləşdirmə, bu bayramlar qutarsaydı, bu tədbirlər zat qutarsaydı, mən işimə başlayardım. Tədbirlər qutarsaydı, işimə başlayardım. O yalan değil. O hiç vaxt daha efir yüzü görmez o. Hiç bir vaxt. O efirə çıxartanda da axı taxsın ki, onu bir dəfə gördülər belən kimi, ikinci dəfə niyə çıxartdılar onu? Belən kimi həyasızı küçə avarasına. Tərbiyəsizi. Reyting qalxmaq cana deyil. Getsin indi Xoşqədəmin canlısına, Xoşqədəm şeyləsin, reyting qaldırsın. Deyildi uşağın aşkısı sınmış diye. Yaxşı eləyiblər. Ondan ne reytingi o terbiyesizden. Yəni tərbiyəsizlərdən götürürlər də reytingi. Normal adamdan götürmürlər ki. Elən kimiclərdən götürürlər də. Ona böyle çıxıb biz de terbiyesizlik Albacım. Ay xanım, siz oturmuşsunuz tərbiyəvizlə. Siz estağfurullah, siz oturmuşsunuz mədəniyyətvizlə. O reyting necə qazanıb? Necə onun canını açanda nə qədər adam gəlir? Onun o əxlaqsız sözlərinə görə televiziyada məşhurlaşıb da. Orada o kadar yaxşı adamlar da var ki. Orada o kadar yaramaz adamlar da var ki. Çıxartırlar, otuzdururlar orada. Olmaz belə şeylər. Cəmaatın əsəblərindən oynayırlar. Hala deyir, çıxartır da Zahir müəllim. Deyir, TikTok'da at çapır. Niyə görə o desin ki ya, Gülnar xanım mənə deyib get nə istəyirsən elə. Ay xanım, Gülnar xanım heç vaxt nətər məntiqlə insan fikirləşər ki, Gülnar xanım ona deyər ki, get söy, dalında durmuşam. O yalan danışır. Allah. Anam, mən bilirəm, onu deməyib. Mən bilirəm, onu deməyib. Nə olsun ki, ala, işdə mən çatmışam. Mən ona əxlaqsız sözlər deyirəm. Mənim üstümə belə şərlər atır. Bilirəm də o yalancıdır. Bilirəm o yalancıdır da. O yalan deyir. Ona heç kəs deməz ki, nə istəyirsən, get cəmaatı çöksən arxanda dayanmışam. Gülnar xanım elə qadın deyil. Selam. Salam. Necəsən qızım? Nətənsən? Necə oxuyursan dərsləri? Nənə qurban? Nənəyə kömək edirsən? Şəkərbura pişirməyə. O günlər olsun ki, nənə sən universitetə girəsən, nənə şəkərbura pişirsin, mən də gəlim yiyeyim. İnşallah. Çok sağ olun. Ay xanım, çok sağ olun. Mən də gəlim yiyeyim. Yox, Esmira xanım, mən gəlim Quba şəkərburası pişirək. Allah korusun. İnşallah Ay xanım. İnşallah. İnşallah. Ay xanım, o postu nə mənə də gəlib dedilər dünən saat neçədə gecə bizi yenə söyür. Vallahi nə deyim Ay xanım, nə deyim? Atmışam kayıqları, atmışam. Nə deyək Ay xanım? Mənə görə ona mən qadın da demirəm, yəni ki, mən onu nə saymıram, nə sözünə mən onu da əvvəl hissənirdim də, indi hissənmirəm vallahi. Bax, axşam mənim qızım hirsləndi, əsəbləşdi. Dedim, qızım, niyə əsəbləşirsən ki? Bax, saat 6-7 işləmiş,
qarğış elədi ki, bayramı qara gəlsin. Qurban olum Allaha. Allah haqqı yerin tutdu. Evində qara gəldi bayramı. Oturub dizinə başına döyürdü. Başlayıb saçını yonur, başına vurur, dizinə vurur. Gəldi evinə qara bayram. İnşallah. Akşam da deyir ki, Erso çıxartdı mənim ərimi işdən. Qaynanamla belə danışır, ərimlə. Dedim, qızım, bunların heç birindən mənim xəbərim yoxdur. Heç birindən mənim xəbərim yoxdur. Qarğış da kimi tutacaq? Yalan qarğış eləyəni. Ona görə Esmir xanım, mən 1 qram daxşım hirslənmədim. Əsəbləşmədim də. Düz elədim, düz eləmədim. Əsəbləşməyin, hə. Rədd olsun. Yox, mən niyə əsəbləşirəm ki? Ay Esmir xanım, onun ərinin işdən çıxmağın, onun qaynanasını belə tanımıram, nə ərin tanımıram. Bir dəfə Dürüsrayın gəldi canlıma, o qızlar aşağıdan ki, filan kəsin əridir. Və salam qutardı, mənim neyimə lazımdır? Ben o kaç yerden. Alo. Rajokla giyindirərəm. Rajokla belə qoy giyin, heç batmağa ehtiyac olmur. Amin gibi Xanım, giyin. canlıdasınız Hələ giyinmə xanım. də. Ömür xanım. O bizə tək-tək dostluq çox yaxşı xanımdır. Onu demək istəyirəm, ay xanım, vecizə də almayan, hamı o bilir əxlaqsızlığını, tərbiyəsizliyini, söyüşkənliyini, bilir də hamı da, Yalan görünən dağı danışmağını. nə belə ki. Yalan danışmağını, insana bu qədər şər atmazlar. Böhtan atmazlar insana, bu qədər böhtan atmazlar. Sanki o gecə fikirləşir, görək səhər nə danışacaq, kimi söyləyəcək. Var da elə adamlar var. Var elə adamlar ki... O özdəki kameranın qabağında oğluna, mənim canlıma yazı yazdırtır. 12 yaşında uşağı TikTok'a cəlb edib məni sövüşlərlə, 12 yaşında uşağı məni sövüşlərlə sövdürtür. O Sovet var ha. Buraya, yəni sevdən güldən zatdan da atın xahiş eləyirəm. Hə. O Sovetin nömrəsini bilən var. Mənim səhifəmə gəldilər, dedilər bilirik. O nömrəsini götürüm, verin polis idarəsinə. Sən Sovet, bax, bu sövüşlərinə görə mənə cavab verəcəksən. Mənə yox, qanuni yerlərdə cavab verəcəksən. Sən kimsən ki, cəmaata əxlaqsız deyirsən, avara deyirsən, nə bilim, ərəblərlə kef çəkir, sən kimsən ki? Hə? Bizə bizim uşaqlara tərbiyəsiz, o vayında oturacaqlar. Heç bu TikTok'un dəliqanlı kişilər var, bu TikTok'da kişi kimi kişilər var. O vayında oturacaqlar, narahat olun, Sumqayıtda. Siz narahat olmayın. Ona ağzın cırmaq lazımdır, ağzın. Ərəblər özdə. Ərəblər otursun sənin vayıva. Ərəblər otursun sənin vayıva. Mən burada ərəblərlə oynayıram da, bir də görürsünüz. İnsanlar da boş boğaz. Daha da tırka verirlər, gözələr. Daha da tırka verirlər. Belə ilə. Qızışdırırdı. Esmira deyir, belə olmuş. Sovet deyir. Soyudur, o qızışdırdı. Gəl belə eləyək, gəl hələ eləyək. Küt sənin başçı var. Nə dedi ki mənə Esmira? Nə dedi? Aç qulaqlarını qulaq aç da, bizlə söhbət edelim. Xanım, bir dəqiqə xanım. Mən o adamların səhifəsinə nə getmirəm, blokdadılar, mənə nə söyləyirlər, mənə kaydlar atıb göstərir izləyicilər ki, xanım, sizin dalıca belə. Mən nə baxmıram ona, nə onun səhifəsinə getmirəm, yəni mənə uyğun səhifə deyil. Qurban sənə, mən də onun canlısına getməmişəm. O mundar canlı açanda sənə qurban, mən canlı açmışdım, mən belə dostlarımla söhbət eləyirdim. Onlar canlı açanda. Onlar kimdir ki mən onların canlısına gedim? Ona ağzını cırıblar, sən fikir verirsən? Ona ağzını cırıblar. İnsanda boyda ağız olmaz axı. Maşallah. Min kərəmə. Tez deyil pişirirsiniz. Ay Esmira xana. Ay can, bugün mən elə bilmişəm, ay bacı, elə bilmişəm, mən ayın tarixini də bilmirəm.
Elə bilmişəm bu gün nə bilim sabaha zada bayramdır. Güya mən bugün elə paxlava, şəkər bura, nə bilim sorğu hamısını eləyəcəydim. Qızlar mənə deyir ay mama, bu gün bilsən ay neçəsidir? Deyirəm 14-dür. Deyirəm mən niyə dünəndən deməmisiz? Mən də cəmaata elan eləyirəm, pişirəcəm. İndi heç nə yarım kilo özümüz üçün eləyirəm, yenə pişirəcəm bayrama. Çünki nəvəmə də göndərəcək nigar, başa düşdünüz rayona. Hə. Pişirəcəm döymə yenə. xəmir Paxlava deyil. indi eləmirəm. Döymə Necə? xəmir deyil. Döymə xəmir deyil, şəkər bura. Döymə nədir? Umaclı xəmirdir də. Yağını umac elən. Xəmirini umaclı. Əlimdə Döymə yağdan xəmir. olmuşam. Məndə döymə xəmir deyirlər də ona. O adı döymədir. Bilmirəm axı döymədir. Mən özüm povirəm, mən sənətim var əlimdə. Povirliyim də var, universalam. Mavakit canınızı sağ eləsin. Sağ ol. Mən gündüzlər açıram canlını, yemək bişirirəm. Mən özümdən fantaziyalar eləyirəm. İzləyicilərimə göstərirəm. Bunu bu cür elə, bu cür elə. Malades, afərin. Mən mətbəxi sevən qadınları çox sevirəm mən. Mən özüm inanırsınız, indi heç o yana keçmirəm. Ancaq işim buradadır mənim, mətbəxdə. Görürsünüz. Olsun, maşallah olsun. Əla. Maşallah. Yox, mən iyiniz olsun. İndi kətə bişirəcəm. Bir də ki, bəlkə paxlava bişirsəm. O şorğalı şəkərburanı bizdə burada təmiz yolla bişirən var. Ona tapşırmışam. Şorğalın biri 2 manatdan. Ona tapşırmışam. O bişirəcək. Yoruluram Esmirə xanım. Oruç tutmuşam deyə, Şaban ayından tutmuşam deyə gücüm yoxdur. Yoxsa mən bilirsən necə qoğallar. Mən özə tərəzi qoyuram yəni. Sağ ol can. Allah kömək olsun. Mən tərəzi ilə yox. Mən tərəzi ilə eləmirəm, nə şeylə eləyirəm. Gözə yarı. Yo. Mən tərəzi. Mən adicə kündələri tutanda da tərəzi ilə 120 qramla kündə tuturam. Lavaşı yayanda hamısı eyni qaydada olur da. Bir tərəfi qalın, bir tərəfi nazik olmur da. Eyni qaydada olur. Yox, onun nazınla oynayasan gerək. Mən çıxım, silirəm, yarımçıq qalmışam. Evdə biraz arvad. İstəməyin, əsəblənməyin. Zaten o hamı tanıyır da, yəni. Yox, mən əsəbləşmirəm. Əsəbləşsəydim dünənlər canlını bağlayıb gedərdim ora. Heç belə tükümü də tərpət etmədim. Oturdum özüm ki canlı da söhbət eləyirdim. Mənim neyim lazım? Orada dilər ki, bağlıyız canını sizdən danışırlar. Dedim, danışsınlar da. Allah haqq var, haqq yerini tutacaq. Tardı. Vəssalam. Özünə hörmət eləyən qadın, istəyir kişi, elə canlıya gitməyə, məsələn, elə dostlarım var burada, o bloklayıblar, bir utanırım. Yəni, baxmırıq ona bir. Cəmaat gedir, onun sözlərinə məzələnir, elə adamlar var. Ləzzət alırlar. O sözlərlə qidalanırlar da, onun payıdır da. Ayıbdır vallah, ayıb. Yaxşı, Nədim, oldu. ayıb. Siz də yorulmayasınız, mən də yorulmayasınız. Sağ olun, sağ olun. Oldu canım, sağ ol, öptüm səni. Sağ olun. Dostlar, bax belə bükürəm, belə. Gördünüz? Bundan çox gözəl də olur qızlar. Deyərsiniz, indi tənbəlliyə bunun heç bir dəxli yoxdur. Mən elə də eləyə bilirəm. Əlimdən şükür Allah, hər iş gəlir. Amma bu çox belə səliqəli alınır. Başa düşürsünüz? Allah razı olsun bunu icad eləyənin, bu şeyi satanın, nə bilim. Şu. Böyle havasını da çıkartacağım iğneyle. Bakın. Kaçsaydı ay Allah, bazara getməliydim mən. Hələ xörək pişirməliyəm indidən sonra. Bazar qutardı o şey. Saat neçədir? 2-yə qalıb. Yox, olar getmək. Baxaq. Ya indi göstərirəm bir dəqiqə.
gedir. Gündələrim baxın belə eləyirsiniz, yarırsınız. Baxın, bax. Bunu biraz un tökürsünüz belə. Unlayın biraz. Gördünüz budur. Buna baxın, bunu belə qoyun. Bunu biraz böyük edin. Hə. Gördünüz? Ortasına bir qaşıq eləyirəm. Bayaq 2 qaşıq elədim, çox oldu yəni ki. Biraz da artıq. Sonra bax, bunu belə elədiniz. Belə elədiniz. Ekran tıklayın dostlar. Salam Zülxumar xanım. Nə gözəl addı Zülxumar. Gördünüz? Açırsınız. Baxın, çox gözəldir əslində belə. Amma kənarlarını mən bükürəm. Gördünüz? Qoyuram, qaysaqlanır. Tez eləyim bunda. Neçədən gündəm qaldı? 5-6 dəyə. Tez eləyim. Biz uyuyaq. Proqram. Çox sağ ol canım mənim. Vış qoymuşam. Çox sağ olun. Baxın. Görürsünüz. Baxın. Hoppa, belə. Tez. Baxın, açdıq. Gördünüz? Döndərdik. Sonra kənarlarını baxın belə. Bükürəm. Mən nə düzdür yuxarıdan aşağı bilmirəm bükməyi.